Yaxın gələcəkdə uğur qazanacaq və vəzifəsi yüksələcək bürclər ən düz astroloji proqnoz. Buğa səbir və çalışqanlıq nəticəsini verir. Gələcək bir neçə həftədə sizin zəhmətiniz rəhbərlik tərəfindən fərq ediləcək. Yeni vəzifə, daha yüksək maaş və tanınma ehtimalı çox güclüdür. Məsləhət, özünüzü sakit, amma inamla ifadə edin. Sözünüzə qulaq asılacaq. Xərçəng. Duyğusal zəkanız sayəsində insanlarla münasibətlərdə üstünlük qazanacaqsınız. İşdə rəhbərlik və kollektiv sizi dəstəkləyəcək. Vəzifə artımı və ya yeni sahəyə keçid mümkündür. Məsləhət, intuisiyanıza qulaq asın, o sizi doğru istiqamətə aparır. Qız, detallara diqqətiniz sizi digərlərindən fərqləndirəcək. Qısa zamanda layihə və ya məsuliyyət artımı ilə qarşılaşa bilərsiniz. Gəlir də paralel olaraq yüksələcək. Məsləhət, tənqidə açıq olun, bu sizi daha da gücləndirəcək. Oğlaq, ambisiyanız və strateji düşüncəniz sayəsində yeni zirvələrə qalxmaq vaxtıdır. Rəhbərlik vəzifə artımı barədə düşünür. Bu dövrdə maliyyə sabitliyi də yaranacaq. Məsləhət, sakit, amma qətiyyətli olun. Zaman sizin xeyrinizə işləyir. Balıq, ilham və yaradıcılıq dalğası sizi önə çıxaracaq. Uzun müddətdir gözlədiyiniz fürsət yaxınlaşır. Sizi rəhbərlik və ya tanınmış bir şəxs dəstəkləyə bilər. Məsləhət, cəsarətli olun, çünki uğur qorxunun o biri tərəfindədir. İstəsən bu proqnozun video ssenarisi